Məlumat verildiyi kimi Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər su basmaya məruz qalıb. Qafqazinfonun əldə etdiyi məlumata görə su basmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 3612B ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub. Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb. Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə, gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.